Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan. Salam, 102 Xəbər Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Bugünkü çəkilişimiz Salyan rayon Çıxanlı kəndində şəhid olmuş şəhid leytenant Əsədov Emil Balaqardaşoğlu'nun evindən olacaq. Əsədov Emil Balaqardaşoğlu 11 yanvar 1998-ci il Salyan rayonunun Çıxanlı kəndində anadan olub. 2015-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsini və zabit ixtisası kursunu bitirib. Azərbaycan Respublikası Müdafiə Nazirinin 22 iyun 2019-cu il tarixli əmri ilə leytenant hərbi rütbəsi verilib. Motatıcı bölüğünün motatıcı takımının komandiri, mexanikləşdirilmiş taborun mexanikləşdirilmiş takımın komandiri, mexanikləşdirilmiş taborun tank əleyhinə takımının komandiri vəzifəsində xidmət edib. Dəmir yumru əməliyyatı ilə başlanan 44 günlük vətən müharibəsi də komandiri olduğu takımın şəxsi heyəti ilə birlikdə döyüşlərdə fəal iştirak edib, igidlik nümunələri göstərib. 2020-ci ilin noyabrın 7-də Xocabənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunələri göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qarabağ bölümündən sonra ordeni və vətən uğrunda ölümündən sonra Xocabəndin azad olmasına görə medalları ilə tərtib olunub. Çəkilişimiz deməli Salyan rayonu Çıxanlı kəndində şəhid ailəsi Əsədov Emil Balaqardaşoğlu evindəyik. Emil'in atası, şəhidimiz Emil'in atası bizimlədir. Balaqardaş qardaş, siz Emil'in uşaqlığından, məktəb illərindən, gəncliyindən, ali hərbi məktəbə daxil olmasından bu barədə ne deyə bilərsiniz? Emil Əsədovun 18-ci ildə anadan oldu. Ziyad Həmidov adına orta məktəb 8-ci sinifə qədər oxuyub, sonra Naxçıvanski Heydər Əliyev adına liseyə daxil olub. Sonra 4 il Naxçıvanski oxuyub, 4 il akademiya. Akademiya qutarandan sonra 2019 buraxılır, 2020-ci il müharibə başladı ki, müharibəyə bir il işləmə. Qarabağ 191 erməni öldü, 17 tank vurur, 7 BMP vurur, 3 dəfə hərbi hissə komandirin mühasirədən qurtarır. Müharibənin qurtarmağına 2 gün qalmış, Xocabənd uğrunda gedən döyüşlərdə noyabrın 7-sində şəhid. Bunun qısa ömrü bu. Allah şəhidlərimizə rəhmət eləsin. Yəni şəhidlik zirvəsi elə bir zirvədir ki, biz yəni bu şəhidləri unutmamalıyıq. Bu şəhidlik zirvəsinə yüksəlmək hər bir əskərə, hər bir zabitə qismət olmur. Yəqin ki, bunda vətənpərvərlik, ondan sonra valideynlər tərəfindən, ondan sonra qohum əqrəbəsində yəqin ki, hərbiçi olub. Ondan sonra məktəbində yəqin ki, bu şəhidimiz Emilə dəstək olub. Bu barədə məktəbimizin təlim-tərbiyə müdürü
Elşən müəllim də burdadır. Elşən müəllim bu barədə nə deyə bilərsiniz? Təşəkkür edirəm. Şəhidimiz Emil Əsədov, Allah şəhidlərimizə rəhmət eləsin. Yəni bütün şəhidlərimizə zəmin rəhmət eləsin. Yəni Emil Əsədov Ziyad Həmidov adına Çanlı Kənd Tamam Orta Təhsil Məktəbi şagirdi olub. Çox tərbiyəli, vətənpərvər, bilikli, bacarıqlı, yəni vətənə olan böyük hörməti, yəni onu göstərdi ki, həmən 44 günlük müharibə də onu göstərdi bu Emil balamız. Yəni 8-ci sinifə qədər atası qeyd edir ki, bu Çıxanlı məktəbini bitirdi. Ondan sonra Cəmşid Naxçıvanski adına yəni liseyə qəbul oldu. Orada gözəl müvəffəqiyyətlə oxudu. Yəni həm nizam intizamına görə, həm də yəni biliyinə görə. Həmçinin də o bitirdikdən sonra 4 ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Ondan sonra yəni həmən o 19-cu sonra verilən hərbi hissədə çox gözəl zabit olub. Yəni bir il müddətində o orada zabitliyin yəni nümayiş elətdirib savadına görə, bacarıqlarına görə, həm də ağıllı, yəni bacarıqlı, hər tərəfli. Ondan sonra bilirsiniz ki, 44 günlük yəni vətən müharibəsi başlanan sonra öz vətənpərvərliyini o Emil balamız, şəhidimiz göstərdi orada. Öz şücaətin, yəni atası da qeyd elədi ki, ermənilərə qanıtdırıb orada. Yəni öz canın belə hərbi hissə komandirine görə canın belə verib. Yəni Xocavənd uğrunda gedən döyüşlərdə, yəni müharibənin bitməsinə 2 gün qalmış, yəni şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin, Allah Emil balamıza rəhmət eləsin. Yəni məkanı cənnətli olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ ol, təşəkkür edirəm bizə söz verdiyinizə görə. Çəkilişdə bu gün Emil balamızın anası Təranə xanım da iştirak edir. Təranə xanım, Emil balamız barədə uşaqlığı, gəncliyi, məktəb dövrlərindən nə deyə bilərsiniz? Əvvəla çox sağ olun. Bizə gəlib Emilimi işıqlandırdığınıza görə hər birinizə təşəkkür edirəm. Bugün Emilimin işığına yığışmısınız. Allah hər kəsdən razı olsun. Şəhidə dəyər verənlər. Bəli, Emil mənim üçün böyük bir yara qoydu getdi. Evin tək oğul uşağı idi Emil. O həmişə ağlı ilə, təlim tərbiyəsi ilə hamıya nümunə idi. Emilin şəhid xəbərinə el yandı. Həqiqətən də kəndimiz, elimiz, obamız Emilin şəhid xəbərini eşidəndə çox pis oldular. Müharibə vaxtı Emil çox böyük şücaətlər göstərib. Vətən müharibəsi qəhrəmanına qədər yəni Emilin şücaəti olub. Prezidentimiz tərəfindən Qarabağ ordeni ilə tərtib olunub. Bəli, 4 medal və Qarabağ ordeni ilə tərtib olunub Emil. Emil uşaqlıqdan vətənpərvər idi. Hətta o kiçik vaxtlarından öz əhatəsi dairəsində, yəni uşaqlarla bir yerdə marağı olub deyənə özü üçün xırda pistoletlər, avtomatlar düzəldirdi. Özü öz üstünə oynayırdı. Yəni erməniləri belə məhv eləyəcəm. Sanki onun beynində o erməniləri öldürməyə, onlara qarşı qisas yanğını var idi ürəyində. Allah o üçün də elə elədi ki, elə bir qismət gətirdi ki, Emil bu 44 günlük müharibədə də iştirak elədi. O istədiyinə nail oldu, amma heyif müharibənin bitməsinə 2 gün qalmış, özü də şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid valideynlərinə də Allahdan səbir diləyirəm. Çox sağ olun. Şəhidlər ölməz, vətən bölünməz, belə bir ifadə var. Yəni burada biz də şəhidlərimizi hər an anırıq, onları yad edirik. Burada Emil balamızın necə döyüşdüyü, orada orden medallar alması, dövlətimiz tərəfindən onun qiymətləndirilməsi, yəni orden medallarında göstərir. Bir də dövlətimizin şəhid ailələrinə qayğısı barədə nə deyə bilərsiniz Təranə xanım? Çox sağ olsun dövlətimiz, yəni şəhid ailəm bu 6 il olacaq ki, şəhid müharibə bitib, olub daha doğrusu. Dövlətdən nə deyim, Allah razı olsun valla, bacardığın dövlət şəhid ailələrinə göstərir. İndi
Nə dərəcədə bilən bilir, bilməyən bilmir. Amma yenə sağ olsun dövlətimiz. Bizə şəhidimiz Emil balamızı, yəni cəbhə bölgəsində göstərdiyi şücaətlər, onun orada yoldaşlarının qayğısı, komandirin də ölümündən qurtarması, onu orada təxəllüslə veribmişlər. Bu barədə nə deyərsiniz? Bəli, Emilin təxəllüsü də olub. Qaya 11 ləqəbli. Yəni bu 11 Emilin doğum tarixi ilə əlaqədar olaraq yanvar ayının 11-i anadan olduğuna görə o 11 ləqəbini özünə seçmişdi. Həm də post düzəltmişdi. Özünə Salyan postu yaradaraq müharibə zamanı Salyan postu yaradaraq ermənilərə olduğu qədər qan utdurub. Yəni çox ermənilər yəni Emilin diri və ölü halda tutulmasını istəyib ki, bəli, Emil o qədər onlara qan utdurub. Bəli, Emil balamız, yəni onun qismində olan şəhidlərimiz, qazilərimiz, əlbəttə ki 30 ildə torpaqlarımız əsarət altında oldu. Ona görə də onlar elə bir vətənpərvərlik üstündə elə bir böyüdülər ki, onlar həqiqətən də mənfur düşmənin başını əzdilər və qələbə bayrağını Şuşa şəhərinə sancdılar. Bu da dövlətimizin və demək olar ki, baş ucalığıdır ki, yəni bizim şəhidlərimiz şəhid oldularsa da, ancaq torpaqlarımız mənfur erməni düşmənlərindən azad oldu. Yürüyüşçü xəbər inform xəbər TV-nin baş direktoru Azər Xudayaroğlu, informatorlar İlahi Salih qızı və Elxan Hüseynoğlu, Salyan Çanlı kəndi.